olsun, əgər sada eləyirsənsə da, niyə telefonu götürüb demirsən ki, ay Akif, ay Elşad, ay filan kəs, qarnınızın ağrısı nədir? Bunu nətər yoluna qoymaq olar? Niyə götürüb zəng eləmişsiniz? Niyə? Pul gözünüzü örtür. Elə bilirsiniz ki, çevriliş olanda gəlib Avropada həyat qurub yaşayacaqsınız, onda gərək mən Akif olmayam. Uğraşdı yalandan, ailəvi yandırdıraram sizi. Ailəvi benzin tökdürüb yandırdıraram hamınızı. Sizi orada da kef eləyin, sonra Azərbaycanın balalarının pullarını uğrayıb gətirin bura, burada da kef eləyin. Hələ gələcəyinə baxın, deyək, gücəni payız sayarlar. Görün məmurların balalarının başına burada nələr gələcək, nələr. Ağlaya-ağlaya qalacaq məmurların çoxları. Halbuki balalarının burada villası var, evləri var. Elə bilirsiniz, elə belədir burada Avropa. Yox. Ürəyin nə istəyir burada eləmək olur. Ürəyin nə istəyir. Bir də görəcəksiniz ki, balanızın səsi Afrikadan, Məlidən zaddan oradan gəlir. Mal otarır. Düdük uşağı düdük. Necə gözümüz doymur? Bu boyda uğramaq olar. Milyard, milyard. Mən bura 70 euro ilə gəlmişəm. Bax, Parisə düşmüşəm, cibimdə 70 euro, o göydəki Allah haqqı. 70 euro ilə. Nə oldu, öldüm, durdum ayağa da. Yeni qoşulanlardan xahiş edirəm, efirə belə 2 dənə vurun, belə. Telefonla baxanlar, kompüterlə baxanlar bəyənməni bilir. Telefonla baxanlar TikTok'dakı kimi, belə 2 dənə efirə vursaz, YouTube bizi önə çıxardacaq. Nə Akif kişi, nə də mən sizdən pul istəmirik. Yox, nəyimə lazımdır ha, qardaş. Azərbaycan xalqının bu günləri axmaq, geri zəkalı yerinə qoyubdur. Deputatlar, prezident aparatı, polis, lox yerinə qoyublar. Aydındır və özləri kef eləyirlər. Özləri qəhbə balaları, qızları. Biz də deyirik ki, bircə gün ayağa qalxsaq, bu arvadı qəhbənin, and olsun Allaha 3000-dən çox, 3000-dən çox bu qəhbənin balasının mənzilləri var. Təhərini də deyim, hardan alıb? 3000-dən. Bax, ninir o. Ninir. Verib kiraya qalıb da, puldur da, necə deyir? O daxmalarda qalanlara niyə vermir bir 10-15 sənə verir? Daxmada qalıb da, Nehrəmdə deyirəm, atasının ləqəbi Dəli Abbas olub, and olsun Allah. Cicdullah Abbasın oğludur, dəlinin oğludur. Gör, dəlilərin oğlanları gəlsin, belə yerdə işləsin, mərd oğlanın balaları acından ölsün. Eşşəyə vurub cənnətə salıb da, Heydər Əliyev gələndə özü ilə gətirib bunları. Aydındır, Heydər Əliyev gələndə bu Nehrəmli Ramiz Rızayevdir, sahə müvəkkil olub. Budur, Dəli Abbasın oğludur, İbrahim Nehrəmli kimlərini, Nazim İbrahimov kimlərini o Danabaş kəndinin əhvalatından yığıb gətirib. Niyə? Bilir ki, peysərdilər, uğraşdılar, arvadları qəhbədir. Çıxıb arvadların da ağzına versən, qızların da ağzına versən, peysəri atacaqlar. Peysər necə olur? Natural gözü ilə görən uğraş. Və ona görə də seçiblər. Mətbuatı da belədir, məmuru da belədir, hamısı da. Kişi, özü də. Qızımı söy, gəlinimi söy, anamı söy, ölmüşlərimi söy, peysərə vuracam. Belə də vurur. Öz əsəb sistemləri də yoxdur. Görsən Siyavuş Novruzov, görsən Elman Nəsirov, görürsən Cicdullah Beyin rəhbəri, mərkəzinin rəhbəri Ramiz Mehdiyevə atam deyən Zahid Oruz. Gör bir onlarda əsəb sistemi var. Görsən necə danışırlar. Elə bir ki, testdən keçirdiblər peysərləri. Nervi kletkasını götürüblər bədəndən. Deyir ki, sən peysərliyə yarayırsan. Sən əsl yapçısan. Xalqın gözünün içinə baxıb osturağa basacaqsan, yalan danışacaqsan, amma sənə 8 min, 10 min maaş verəcəyik, maşın verəcəyik, sən qəhbə arvadın, qəhbə qızın, peysər oğlun kef eləyəcək, amma dilivi sox götürə sakit deyək. Orada oturublar milli qəhbəxanada, ancaq əl qaldırırlar, za. Qiymətlər qalxsın, za. Avtobusun, metronun qiyməti qalxsın, za. Uşaq pulu verilsin, yox. Yox, olmaz, uşaq pulu vermək olmaz. Ancaq belə, vəssalam, problemlərdən danışmayın. Ancaq osturaq söhbətlər edin. Ona görə də biz də bunu ona görə deyirik ki, bəyənməni vurun ki, millətin xalqın qarşısına çıxsın və bilin ki,
qorxunun əcələ